Gənclər salam, hər vaxtınız xeyir olsun. Son aldığım ev alı burada bu gün hazırda keçdiyim vəziyyət bu şəkildədir, yəni yendiyim paneldə. Yəni burada çox da fərqli bir şey eləməmişəm. Yəni YouTube-da öyrətdiyim əsas dərslərdən biri olan şelf mövzusuna özen göstərin, onu qavramağa, qiymətin ora verdiyi reaksiyalara və s. Bir də aksiyon maket teorisi. Yəni bu ikisini birləşdirdim ekstra olaraq. Əlavə təsdiqlər də var, amma əsas mövzu həmin o şerflərdə trade etməkdir. Yəni tradelərimin demək olar hamısı oralarda olur. Belə ayın 25-i başlamışam. İlk gün bu şəkildə 106.000 dolar hədəf var idi da. 2200 dolar ilk gün qazandıq 100% cimriyyətlə, sonra ikinci gün 60% cimriyyətlə 637 dolar, sonra 2452 dolar ayın 27-si 3-cü gün trade etmişim, sonra həftə sonuna düşdü. Dünənləri bu hesabda 491 dolar zərərlə bağlamışam günü. Bugün isə artıq 1268 dolar kazanaraq toplam hədəfi yekunlaşdırdım. Elə uşaqlar.